Meclisimizdə ziyalılarımız, müəllimlərimiz var. Hər birinin qarşısında baş əyirik və mən məmnuniyyətlə istəyirəm ki, dəyərli ziyalımız, müəllimimiz Ədat müəllimi dəvət eləyək. Buyurun müəllim. Hər birinizi salamlayıram. Bugün qeyri-adi bir gündür. Bugün şəhidimiz Məşədi İbrahim Rükabzadənin doğum günüdür. Bugün həyata yaşamaq üçün gələn, həyatdan yaşatmaq üçün gedən bir igidin doğum günüdür. İbrahim Rükabzadə öz mərdliyi ilə, öz igidliyi ilə təkcə qəsəbəmizin, rayonumuzun yox, respublikamızın başını uca elədi. İbrahim Rükabzadə gənc ikən bu dünyanı tərk etdi, amma ürəklərdə yaşadı. İbrahim Rükabzadə gənc ikən çoxlarını kədərləndirdi, amma çoxlarının qəlbində qürur hissi yaşatdı. Bugün onun ayaq səsləri doğma Qarabağımızdan gəlir. Hansı ki, indi orada böyük quruculuq işləri gedir. Kəndlər, şəhərlər qurulur. Ancaq o ayaq izləri daim o torpaqlarda yaşayacaq.